Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Həftənin əsas xəbərlərini nəzərinizə çatdırmaq üçün sizinlə studiyada mənəm, Şəbnəm Lətifi. Rusiya prezidenti Vladimir Putin Azal təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir. Bu barədə Putin düşənbədə prezident İlham Əliyevlə görüşü zamanı bildirib. Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər vaxta ehtiyac var deyə prezident Putin əlavə edib. Putin söz verib ki, hadisə ilə əlaqədar bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Biz sizinlə bu mövzunu sonradan müzakirə etdik. Şübhəsiz ki, belə hallarda bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir. Faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil, deyə Rusiya prezidenti vurğulayıb. Prezident İlham Əliyev Azalın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə Rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib. Bu barədə düşənbədə prezidentlərin təkbətək görüşü zamanı bəhs olunub. Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim, deyə dövlət başçısı bildirib. Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcəklər. Bu barədə Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci zirvə görüşündə bildirilib. Türk Dövlətləri Təşkilatı bayrağı altında üzv dövlətlərin ortaq mütəxəssisliyi və texnoloji gücü sayəsində əldə olunan mühüm nailiyyət kimi 2026-cı ildə buraxılması planlaşdırılan 12U TDT sat küp peykinin istehsalı və buraxılış prosesinin sürətləndirilməsi tapşırığı verilib. Sevil Heydərqızı Əliyeva şərəf ordeni ilə təltif olunub. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sevil Əliyeva Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb. Qeyd edək ki, oktyabrın 12-si Sevil Əliyevanın 70 yaşı tamam olur. Xalq artisti Əminə Yusif qızı vəfat edib. Bu barədə xalq artistinin yaxınları bildirib. Qeyd edək ki, Əminə Yusif qızı 24 sentyabr 1936-cı ildə Bakıda anadan olub. Uzun illər Azərbaycanda fəaliyyət göstərən bir sıra teatrda, eləcə də Azərbaycan Film kinostudiyasında çalışıb. O, daha çox dublyaj və səsləndirmə sahəsində fəaliyyətləri ilə şöhrət qazanıb. Əminə Yusif qızı 2016-cı il 14 sentyabrda prezident İlham Əliyevin sərəncamına əsasən şöhrət ordeni ilə təltif edilib.